açılışı münasibətilə bütün kollektivini təbrik edirəm. Həqiqətən də Azərbaycan xalqı üçün gözəl töhfədir. Çünki internet üzərindən yayılacaq gələcəkdə inşallah planlarınız həyata keçərsə, yəni əhalinin doğru düzgün mütəxəssisləri o ünvanları tapıb istiqamətləndirməsi, yəni siz tərəfdən görülən böyük bir işdir və həmçinin Azərbaycanda mütəxəssislərin etdiyi əməliyyatlar, müalicələr, onlardan əhalinin xəbərdar olması, bu da həmçinin yəni sizin xidmətinizdir ki, bunu da xalqa təqdim edirsiniz. Təşəkkür edirəm hər birinizə, işinizdə uğurlar arzu edirəm. Arzularımdan başqa, yəni təbii ki, inkişaf eləməyi, böyüməyi arzuluram, amma arzudan öncə tələb edirəm. Bir tamaşaçı kimi sizdən səviyyəli və çox faydalı məlumatlarlı olan belə qəşəng-qəşəng sujetlər tələb edirəm bir tamaşaçı kimi və inanıram ki, bunun ötəsindən gələcəksiniz. Uğurlar! Hörmətli xanımlar və cənablar, bugün bu gözəl məkana toplaşmağımızın səbəbi Azərbaycanda tibb və sağlamlıq televiziyası olan tvtibb.az kanalının təqdimatıdır. TVTibb artıq 3 aydır ki, qurulub və bugünə kimi onlarla bir-birindən maraqlı verilişlər hazırlayıb. Bugünkü mərasimdə iştirak edən qonaqlar əsasən də həkimlərdən bir çoxu artıq bizim çəkiliş qruplarını tanıyırlar. Axı kanalımız məhz təbabət və insan sağlamlığının qorunması sahəsində ixtisaslaşıb. Odur ki, hazırlanmış verilişlərimizdə ekspert qismində çıxış etmiş həkimlər bizi artıq yaxşı tanıyırlar. Hələ ki, belə xoşbəxtlik nəsib olmayan qonaqlarımız isə əminik ki, yaxın gələcəkdə TVTibbin ekranından tamaşaçılara dəyərli məsləhətlərini verəcəklər. Kanalımız çox fərqlidir. Artıq fəaliyyətdə olan saytımızda yerləşdirilmiş və bugün burada qismən də olsa nümayiş etdiriləcək proqramlarımızdan özünüz də şahid olacaqsınız ki, TVTibb danışan televiziya deyil, biz göstəririk. Hər şeyi daxildən olduğu kimi göstəririk. Bu kanalı izləyən tamaşaçı TVTibbin şüarında deyildiyi kimi özünə baxacaq. Həm hərfi, həm də məcazi mənada. İndi isə mən bu kanalın yaranması ideyasının müəllifi TVTibbin təsisçisi Rüstəm Əliyevi açılış nitqi üçün dəvət edirəm. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz. Mən çox şadam ki, bizim dəvətimizi qəbul edib bu günləri bura toplaşmışıq. Çox əlamətdar bir hadisədir bu günləri bizim üçün, həm də Azərbaycanın tibb və səhiyyəsi üçün. Azərbaycanda ilk dəfə tematik kanal açılır. Yəni bilirsiniz ki, dövlət tərəfindən açılmış kanallar var. İdman kanalı, mədəniyyət kanalı, amma bu sırf tibbə aid olan bir kanal olacaq, internetdə fəaliyyət göstərəcək. Bu ideya çoxdan məndə var idi. Mən çoxdan istəyirdim ki, tibb aləminin problemlərini, nailiyyətlərini, tibb aləmində baş verən yenilikləri bizim Azərbaycan tamaşaçısına çatdıran bir kanal yaradaq. Və elə oldu ki, ilin ortasında, hardasa may-iyun aylarında mən bu proyekti gerçəkləşdirməyə başladım. İndiyə qədər bir çox televiziya proyektləri gerçəkləşdirmişəm, bir çox radio proyektlərinin qurucusu olmuşam.
internet sayəsində də yavaş-yavaş irəliləməyə başlamışıq və ilk olaraq tibbi kanalın yaradılmasının ideyası mənim ağlıma gəldi və düşündüm ki, belə bir kanal bugün Azərbaycanda lazımdır. Azərbaycan tamaşaçısına lazımdır, Azərbaycanın tibb aləminə lazımdır və iyun ayından quruculuq işlərinə başladıq. Artıq avqust-sentyabr aylarında kiçik bir kollektivimizi formalaşdırmağa başladıq və 3 ay ərzində verilişlər çəkdik. Artıq 30-dan çox müxtəlif sahələrə əks elətdirən verilişləri çəkmişik. Bayaqki rolikdə gördüyünüz kimi biz yəni danışan kanal deyilik. Bizim işçilərimizin qarşısında, telekanalın əməkdaşları qarşısında qoyduğum əsas vəzifə göstərməkdir. Bilirsiniz ki, informasiyalaşçılar çoxdur. Qəzetdə var, jurnalda var, radioda var. Bunlar biri danışır, biri yazır. Amma televiziyanın əsas işi göstərməkdir. Ona görə də biz göstərən kanal olacaq. Biz yəni hadisələr yerindən, təcili yardımdan, əməliyyat otaqlarından, poliklinikalardan, xəstəxanalardan ən maraqlı, laboratoriyalardan ən maraqlı anları, ən maraqlı bu günləri Azərbaycan tamaşaçısı üçün lazım olan anları çəkib Azərbaycan tamaşasına göstərəcəyik. Mənə belə gəlir ki, həkimlər də, doktorlar da, bizim tibb sferasının işçiləri də, əczaçılıq sektorunun işçiləri də bundan məmnun olacaqlar. Biz istəyirik ki, bu kanal populyarlaşsın, sizin sayınızda bu olacaqdır. Biz istəyirik ki, əməkdaşlığımızın səviyyəsi yüksəlsin. Artıq bir çox Bakının poliklinikaları ilə, sonra Bakıda yerləşən xəstəxanalarla, tibb ocaqları ilə, ondan sonra əczaçılıq şirkətləri ilə əməkdaşlığımız başlayıb və mən inanıram ki, bu da yüksək bir səviyyə alacaqdır. Artıq ayın 10-dan etibarən onlayn rejimdə bu kanalı internetdə açıb izləyə biləcəyik. Yəni, televiziya necə göstərirsə, açan kimi, televiziya kimi bu kanala baxa biləcəyik və həm də istədiyimiz verilişi seçib, əgər ona baxmaq istədimizsə, bizim hazırladığımız verilişlər də saytdadır. Onu da seçib, həmin verilişə baxa biləcəyik. Yəqin ki, başlanğıcda hamının səhvi olur, müəyyən gözdən yayılan anlar olur, amma inşallah yavaş-yavaş biz öz işimizi profesional səviyyəyə qaldıracaq. Bizim əsas məqsədimiz profesional televiziya yaratmaqdır. Yəni, hər hansı bir öz fəaliyyətlə məşğul olmaq deyil, profesional tibbi televiziya yaratmaqdır. Həm tibb, həm də sağlamlıq. Yəni, sağlamlıq ona görə lazımdır ki, bizim əsas auditoriyamız tamaşaçılardır. Tamaşaçılar da sağlamlığı çox axtarırlar. Onlar sağlam həyat tərzini axtarırlar ki, hardan öyrənsinlər, hardan baxsınlar. Biz çalışacaq ki, həm sağlamlıq, həm də tibbin bütün sahələrini əhatə eləyək, get-gedə böyüyək, genişlənək və tamaşaçılarımızın sevimli bir tibbi kanalına çevirək. Nəyə görə tibbi tibb? Yenə deyirəm, mən bu günləri əgər baxsaq bizim Azərbaycandakı televiziyaların tibb sahəsindəki fəaliyyətinə gün ərzində 2 saata yaxınlaşır tibbə aid olan və ya tibbin ətrafında olan verilişlərin yayımlanması. Biz isə 24 saat çalışacaq ki, 24 saat tibbə aid tematik bir kanal olaq. Mənə belə gəlir ki, tibbin həm istiqamətləri çoxdur, tibbi sağlamlığı öyrənmək istəyən, görmək istəyən, ona baxmaq istəyən insanların sayı həddindən artıq çoxdur. Bir sözlə, bu hamımıza lazım olan bir kanaldır, bu fəaliyyət növüdür. Mən həm kollektivimizi təbrik edirəm, həm də Azərbaycanın tibb sferasını təbrik edirəm bu münasibətlə və hamınızdan dəstəyinizi gözləyirəm. Həm müsahibələr verməklə, həm bizə yeni temalar, yeni mövzular verməklə, bizi yönləndirməklə və deyim ki, bizdə yəni gələcəkdə qapılarımız istənilən həkimlərin üzünə açıqdır. Əsasən jurnalistlər işləyir bizim kollektivimizdə. Jurnalistlər təbii ki, tibbin dərinliklərini bilməyə bilərlər. Ona görə bütün həkimlərdən, bütün bu doktor cəmiyyəsindən mənim xahişim odur ki, ən doğru olanı, ən düzgün olanı bizim jurnalistlərə bildirəsiniz. Bu günləri Azərbaycanımız üçün, Azərbaycan dövlətimiz üçün lazım olanları, lazım olan xəbərləri, informasiyaları bizim jurnalistlərimizə verəsiniz ki, onlar da onu yaxşıca işləyib Azərbaycan tamaşasına çatdırsınlar. Mənə belə gəlir ki, 2012-ci il bizim üçün əsas sınaq ilə olacaqdır. 2012-ci ildə biz istəyirik ki, böyüyüb kabel artıq şəbəkəsinə çıxaq. Bilirsiniz ki, Azərbaycanda 5-dən artıq kabel televiziyası operatoru fəaliyyət göstərir və biz yəni verilişlərimizi o səviyyəyə qaldıracaq ki, artıq kabel televiziyalarda bizim verilişlərimizi nümayiş etdirəcəklər. İlk etapda isə yəqin ki, 2012-ci ildə bizim səhifəmizin aylıq baxılma sayı yəqin ki 100 minə yaxınlaşacaq. Mən buna çox ümid edirəm. Bir daha hamınızı təbrik edirəm. Çox sağ olun ki, varsınız və gəlmişsiniz. Təşəkkür edirəm. Sağ olun. Mərasimin əvvəlində
də qeyd etdiyim kimi kanalın əməkdaşları artıq 3 aydır ki, kanalın ictimaiyyətə təqdim olması üçün hazırlıq işləri görür. TV-Tibin böyük işlər görən və bundan sonra daha neçə ilklərə imza atacaq kiçik kollektivini sizlərə təqdim etmək istəyirəm. Beləliklə, kanalın direktoru Hüseyin İsmailbəyli, rejissor Sayın Qəhrəban, aparıcı müəllif Vüsalə Tağıyeva, aparıcı müəllif Vasil İsmailzadə, aparıcı müəllif Müşfiqə Bayramlı, aparıcı müəllif Səadət Abbaslı, aparıcı müəllif Pərvanə Abdiyeva, montaj rejissoru Rəşad Manafov, montaj rejissoru Fərəc Süleymanov, operator Hakim Ağayev və Habil İsmailovlar. İndi isə mən sözü bu fərqli televiziyanın fərqli verilişlərinin müəlliflərinə vermək istəyirəm. Qoy öz proqramları ilə sizləri özləri tanış etsinlər. Vasif İsmailzadə. Hər kəsin axşamı xeyir olsun. Bütün qonaqları salamlayıram. Eyni zamanda bütün səhiyyə işçilərinin və həkimlərin də bugün bayramı sayılır. Çünki hal-hazırda bütün televiziya məkanlarında belə deyək, tibbi verilişlər 2 saatdan çox deyildir. Amma TV-Tib ailəsi bundan artıq verilişlər təqdim edəcək. Burada hər bir şey yüksək səviyyədə tibbi sektora, personala və kollektivə çatacaqdır, tamaşaçılarımıza çatacaqdır. Mənim müəllifi olduğum verilişlərdə daha çox dünyəvi məsələlərdən danışılacaq. Hazırda bir çox gənclərimizin kompleksləri vardır ki, müəyyən mövzularda bununla bağlı düşünürəm ki, artıq komplekslərə yox deməyin zamanı gəlmişdir. Çünki gənclərimiz bir çox hallarda nikahdan öncə müayinə mədəniyyəti, seksologiya, cinsi psixologiya sahəsindən çox biganə yanaşırlar. Mənim məqsədim gənclərimizə maarifləndirici mövzular vermək və bu problemləri onlara həllini çatdırmaqdır. Gənclərimizin daha da maariflənməsi üçün qarşıma bunu məqsəd qoymuşam. Mən daha çox psixologiya elminin dərinliklərini açmağa çalışacağam. Sırf tibbi psixologiyanı ictimaiyyətə ətraflı çatdıracağam. Eyni zamanda mənim çəkdiyim verilişlər şizofreniya, seksologiya, intihar, hipnoz, qəbizlik, öl daşı xəstəlikləri və s. Bu verilişlər artıq bizim saytımızda vardır. Yəni, baxa bilərsiniz. Düşünürəm ki, TV-Tibdə daha böyük uğurlarınız qarşıdadır. Çox sağ olun. Müşfiqə Bayramlı. Təşəkkürlər. Axşamınız xeyir xanımlar və cənablar. Əvvəla hər birinizə bugünkü təqdimatda bizi yalnız qoymadığınız üçün təşəkkür edirik. Mən müəllifə və aparıcısı olduğum bunlar ilə maraqlı veriliş haqqında qısaca məlumat vermək istərdim. Cəmaət heç bizdən asılı olmayaraq həyatımızda və sağlamlığımızda baş verən dəyişikliklərin səbəbini bilmək yəqin ki, maraqlı olardı dedik və bunları bilmək maraqlıdır verilişini araya ərsəyə gətirdik. Hər də yeni bir mövzu ilə sizin huzurunuza gələcəyik. Peşəkar mütəxəssislərlə çiyin-çiyinə bu yolda birgə adımlayacaq. Tanışlarımız, tamaşaçılarımız üçün onların anlayacağı tərzdə çatdırmağa çalışacağıq. Birgə iş zamanı onu da anladıq ki, hər bir xəstəliyə erkən diaqnoz qoyulsa və müalicəsinə başlanılsa, asanlıqla öhdəsindən gəlmək olar. Və bunu bilərək bu verilişi açmaq qərarına gəldik. Verilişimiz bütün yaş qruplarına sirayət edir. Verilişimizi siz həftədə 2 gün 20-25 dəqiqəsini sərf etməklə kifayət qədər verilişimizdən bəhrələnə bilərsiniz. Hər il yeni bir xəstəlik tüğyan edir. Bunlarla mübarizə yolu yalnız öyrənməkdən və bilgilənməkdən keçir. Bəs necə öyrənək deyirsinizsə, narahat olmayın, biz varıq. Sağlamlığınızın keşiyində durmaq, araşdırmalarımızla biraz da maraq qataraq sizin sağlamlığınızı düşünərək gəldik. Problemlərə negativ deyil, pozitiv yanaşmağımız üçün gəldik. Bəli, biz gəldik, artıq gəlmişik. Təşəkkürlər. Səadət Abbaslı.
Axşamınız xeyir xanımlar və canlar, hər biriniz xoş gəlmisiniz. Birinci özümü təbrik edirəm kanalın açılma münasibətilə, sizi təbrik edirəm bu kanalın açılma münasibətilə. 3 ay əvvəl bu kanalda iş təklif alanda çox düşündüm ki, hansı sahəni götürüm və belə qərar aldım ki, ilk veriliş olaraq ana və uşaq verilişini götürüm və burada pediatriya və ginekologiya sahəsini əhatə edilir. Burada körpələrin əmizdirilməsi, düzgün bələnməsi qaydalarını daha yaxından biləcəksiniz. Həmçinin hamiləlik rubrikasında hamilələrin vitaminlərini, yeməklərini, onların düzgün hərəkət qaydalarını yaxından biləcəksiniz. Bundan əlavə bu verilişdə endoskopik, laparoskopik əməliyyatlar, keysəriyyə əməliyyatı barədə həm eşidəcəksiniz, eşitməklə qalmır, həm də görəcəksiniz bunları. Müəllifi və aparıcısı olduğum ikinci veriliş isə sağlamlığa dəyər verilişidir. Bu veriliş qida ilə bağlıdır. Qida, yəni gündəlik həyatımızda istifadə etdiyimiz qidaların bizim orqanizmimizə olan təsirlərini peşəkar diyetoloqlardan, həkimlərimizdən eşidəcəksiniz. Müəllifi olduğum üçüncü veriliş isə həyata gülümsə verilişidir. Bu veriliş digərlərindən biraz fərqlidir. Nə ilə fərqlənir? Bu verilişin danışan stomatoloqumuz həm də verilişin bir növ aparıcısı sayılır. O öz tamaşaçısı ilə salamlaşacaq, öz verilişlərini, öz mövzusunu təqdim edəcək. Yenə də rəngarəng mövzularımız var. Dişlərin əkilməsidir, protezlərin qoyulmasıdır, dişlərin ağardılmasıdır. Həyata sağlam gülmək üçün bir növ bu veriliş bizə xeyir verəcəyindən əminəm. Sadəcə sonda onu demək istəyirəm ki, bir daha xoş gəlmisiniz. Azərbaycan tematikalı kanalın açılması ölkəmizin bütün təbabət sektoru üçün xeyirli olacağına əminəm. Bir daha təbriklər, diqqətiniz üçün təşəkkür edirəm. Pərvanə Abdiyeva. Mən də hamını salamlayıram, xoş gəlmisiniz deyirəm. Özüm də başda olmaqla kollektivimizdə hər birinizi təbrik edirəm. Məncə bu kanalın açılması böyük bir işdir. Çünki Azərbaycanda bütün növ kanallar var, amma tip kanalı yoxdur. Bu da oradan da böyük bir layihədir. Təşəkkür edirəm Rüstəm müəllimə, sizi təbrik edirəm. Belə deyim, öz verilişimdən danışım. İndiki ekoloji vəziyyəti hamımız bilirik. Bunu nəzərə alsaq, bir də ki, bundan doğan xəstəlikləri nəzərə alsaq, məncə bu uşaqdan böyüyə fərqi yoxdur. Xəstə, cavan, qoca, hamı üçün bu lazımlı bir kanaldır. Müəllifi olduğum verilişdə hər hansı bütün xəstəliklərdən danışılır. Yəni burada konkret bir xəstəlik qoyulmur. Hər bir şey, psixologiya, nə bilim, qadın xəstəliyi, allergiya, uşaq xəstəliyi fərqi yoxdur. Hər birindən danışılır və burada əsasən həkimlərin məsləhətlərinə yer verilir. Belə deyək ki, məsələn, hər hansı bir xəstəlik qarşımıza çıxır, bunun qarşısını necə ala bilərik və ən əsasdakı kimlərə müraciət edə bilərik, həkim olaraq, xəstəxana olaraq. Bunlara çox vaxt cavab tapa bilmirik, amma deyim ki, mən səhhətinizin pərvanəsi olaraq bu suallarınızı cavab tapa bilərəm, ən azından buna çalışacağım. Verilişimin adı səhhətinizin pərvanəsidir və bu verilişdə dediyim kimi bütün xəstəliklər haqqında məlumat verilir. Məsələn, indiyənə qədər çox xəstəliklər araşdırmışıq, məsələn, onurğa xəstəliklərindən deyim. Bu xəstəlik indi tək hamıda var, amma ən çox indiki dövrdə cavanlar arasında yayılır. Bundan başqa qastrit haqqında verilişimiz var. Bu da ki, ən çox tələbələr arasında yayılıb. Bu lazımlı bir bilgi idi, mən belə düşünürəm. Bundan allergiya ən çox uşaqlarda yayılıb. Bu haqqında veriliş hazırlamışıq. Ümumiyyətcə, yenə də təbrik edirəm hamınızı. Çox danışmaq istəmirəm. Məncə bu kanalı tvtv.az saytını açıb baxsaq, özünüz hər şeyi şahidi ola bilərsiniz. Təşəkkür edirəm hər birinizə. Rüsalə Tağıyeva. Salam, xoş gəlmişsiniz, elə biz də xoş gəlmişik, xoş açılmışıq. Ümumiyyətlə, son zamanlar qadın-kişi bərabərliyi, üstünlüyə başlayıbdı. Bununla əlaqədar olaraq kişilərimiz də qadınlarımız kimi özlərinə nəhayət ki, baxmağa başlayıblar, biraz əl gəzdirirlər. Təbii ki, qədərində bu daha yaxşıdır. Mənim ilk verilişim gözəllik düsturudur, yəni gördüyünüz kimi. Gözəllik düsturunda da elə biz göstərəcəyik ki, gözəllik əsasən daxildən gəlir. Təbii ki, burada ruhumuz da böyük önəm daşıyır, amma ki, əsasən sağlamlığımızdır. Sağlamlıq elə gözəlliyin özüdür, yəqin ki, bunu hər bir həkimlərimiz də təsdiqləyə bilər. Bir şey də qeyd edeyim ki, sağlamlığımızla
sağlamlığımızın və gözəlliyimizin qorunub saxlanması üçün artıq avadanlıqlar da bir çox avadanlıqlar istifadəyə verilib. Belə yer gəlmişkən də avadanlıqların satışı ilə məşğul olan şirkətlər də burada özlərinə uyğun bir şeylər tapa biləcəklər. Növbəti verilişim mənim plastik cərrahiyyədəndir. Son zamanlar dövrümüzün ən məşhur cərrahiyyələrindəndir, əməliyyatlarındandır. Plastik cərrahiyyədə. Plastik cərrahiyyə bölümündə ümumiyyətlə estetika ilə yanaşı eyni zamanda rekonstruktiv əməliyyatlar da olur. Bunun isə Azərbaycanda keçirilməsi haqqında çox məhdud bir ortamda məlumdur. Ona görə də bizim verilişimiz, plastilin verilişimiz məhz bunu göstərəcək bizə. Nəyə görə plastilin verilişi? Həmişə insanları plastik cərrahların əlində plastilinə oxşatmışam. Yəni istədiyiniz formanı verə bilirsiniz onlara. Verilişimizin də adı buradan qaynaqlanır, plastilin verilişi. Üçüncü verilişimiz cərrahiyyə bölümümüzdür. Cərrahiyyə bölümündə ümumiyyətlə bütün əməliyyatlar haqqında məlumatlar veriləcək. Ümumiyyətlə bir şey qeyd edeyim ki, plastilin və cərrahiyyə bölümümüzdə xəstələr, pasiyentlər istədikləri suala fərdi olaraq orada tapa biləcəklər və həmin sualın üzərinə tıklayaraq cavablarını ala biləcəklər peşəkarlardan, təbii ki, bizdən yox, cərrahların özlərindən. Eyni zamanda bu həm pasiyentlərin işini asanlaşdırır, yəni onları maraqlandıran bütün suallara cavab tapacaqlar. Bununla yanaşı da biz bir növ həkimlərə də kömək göstəririk, çünki həkimləri bezdirici sual verən xəstələrdən sığortalamış oluruq. Çox sağ olun. Söhbət televiziyadan gedəndə ağla ilk gələn Milli Televiziya və Radio Şurası olur. Axı ölkəmizdə fəaliyyət göstərən televiziya və radioların işinin tənzimlənməsi məhz bu şuradan asılıdır. Məncə indi çıxış üçün sözü Milli Televiziya və Radio Şurasının katibi Qafar Cəbiyevə verməyin tam zamanıdır. Axşamınız xeyir dostlar. Mən bugünkü əlamətlər hadisə münasibəti ilə sizin hər birinizi təbrik edirəm. Mən Azərbaycan ictimaiyyətini təbrik edirəm. Mən bu yeni bir kanalın yaradıcısı olan Rüstəm müəllimi və onun komandasını təbrik edirəm. Arayış üçün deyim ki, bugün Azərbaycanda 50-yə yaxın televiziya, radio və kabel televiziyası fəaliyyət göstərir. Son vaxtlar bir neçə tematik kanal fəaliyyətə başlayıb. Amma hamımız razılaşaq ki, bütün o tematik kanallar içərisində ictimaiyyətin, Azərbaycan cəmiyyətinin ən çox ehtiyac duyduğu sahə səhiyyə sahəsidir, tibb sahəsidir, sağlamlıq sahəsidir. Çünki bilirsiniz, idman kanalıdır, mədəniyyət kanalıdır, uşaq kanalıdır. Bunların potensial tamaşaçısı Azərbaycan ictimaiyyətinin, əhalisinin hardasa ola bilər 30% olsun, 50% olsun, 40% olsun. Amma səhiyyə kanalının, tibb kanalının potensial tamaşaçısı özünü dərk eləyən, ağlı kəsən bütün əhalidir. Bu mənada həqiqətən cəmiyyətin bir növ sifarişindən irəli gəlmiş bir kanal kimi dəyərləndirmək lazımdır. Mən əminəm ki, Rüstəm müəllim və onun komandası peşəkar, cəmaatın o ürəyindən gələn, istəyincə olan bir kanal yarada biləcəkdir. Çünki bizə də bəllidir, sizin də çoxlarınıza bəllidir ki, Rüstəm müəllim televiziya quruculuğu sayəsində artıq radio yaratmaq sayəsində kifayət qədər yaxşı təcrübəyə malik bir mütəxəssisdir. Onun yaxşı bir işgüzar komandası artıq formalaşıb. Və bu mənada mən əminəm ki, səhiyyə kanalı getdikcə Azərbaycanın bütün güşələrinə yayılacaq, orada özünü tamaşaçısın, seyirçisin tapacaqdır. Bilirsiniz, təhsillə, savadla, idmanla günün müəyyən saatları məşğul olmaq olar. Sağlamlıqla
bütün gün ərzində hər kəs məşğul olmalıdır. Bütün ömrümüz boyu bizim sağlamlıq barəsində nələr, ən vacib şeylər bilməyə ehtiyacımız var. Bu mənada kanal həqiqətən yerində olan bir kanaldır. Bizim mentalitetimizdən irəli gələn bir şey var ki, biz Azərbaycanlılar hər şeylə məşğul olmağa vaxt tapırıq. Amma sağlamlıq barəsində əfsuslar olsun ki, çox az düşünürük. Sağlamlıq onda yadımıza düşür ki, artıq əldən gedib. Təcili yardım çağırmalı oluruq və s. və s. Onda hiss edirik ki, demək sağlamlıqla məşğul olmaq lazımdır. Bu mənada mən əminəm ki, bu kanal 24 saat ərzində Azərbaycan seyircisini, tamaşaçısını, ictimaiyyətini maarifləndirmək missiyasını uğurla həyata keçirəcək. Mən bir daha sizi təbrik edirəm. Kanalın yaradıcılarını təbrik edirəm. Çox sağ olun. Düzdür, TV-tip televiziyadır. Amma tip və sağlamlıq televiziyasıdır. Sizcə indi çıxış etmək növbəsi kimindir? Məncə hamı öz-özlüyündə ancaq bir sual, bir cavabı verdi öz-özünə. Bəli, əlbəttə ki, söz verilir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirliyə. Mənfi təzyiqlə bu fikirlərin sorulması olayıdır. Hər keçən gündən... Əziz dostlar, hamınızı salamlayıram burada. Burada doğrudan da dostları görürəm. Çünki bir tərəfdən həmkarlarımızdır, jurnalistlərdir. Bir tərəfdən həkimlər, bizim tip müəssisələrinin rəhbərləridir. Belə bir ailəvi atmosfer var burada. Bir neçə dəqiqə sizin kanalın bu görüntülərini izləyərək gözümə belə gəldi ki, doğrudan da operatorların işi çox peşəkardır. Güman edirəm ki, redaktorların da işi, müxbirlərin də işi çox peşəkar səviyyədə qurulacaq. Axır vaxt ümumiyyətlə jurnalistlərlə səhiyyə işçiləri nəsə tez-tez görüşürlər. Bu da yəni ki, mənə elə gəlir ki, burada bir məna var. Çünki səhiyyənin uğurları, səhiyyənin ictimaiyyətlə əlaqələri məhz kütləvi informasiya vasitələri ilə olur. Mən sizə deyə bilərəm ki, bu doğrudan da çox əhəmiyyətli bir proyektdir. Rüstəm müəllimin ümumiyyətlə bütün proyektləri əhəmiyyətlidir və uğurludur. Bu proyekt də bizim üçün, ümumiyyətlə ictimaiyyət üçün çox əhəmiyyətli var. Əhəmiyyəti olan qədər də məsuliyyətli proyektdir. Sizin gözəl kollektivlə bugün tanış oluruq. Güman edirəm ki, orada həm jurnalistlər də, həm həkimlər də var bildiyimə görə. Ümumiyyətlə, səhiyyə haqqında verilişlər, səhiyyə haqqında telekanal çox məsuliyyətli bir işdir. Çünki həkimin, müxbirin efirdən tamaşaçıya, pasiyenta ünvanladığı tövsiyə onun həyat tərzinə çevrilə bilər. O da bilirsiniz, burada yəni ki, ümumiyyətlə həkimin işində səhv olmamalıdır da. Burada da o səhv sadəcə böyük tirajla gedə bilər efirə. Ona görə mən sizə uğurlar arzulayıram, maraqlı proyektlər, maraqlı mövzular arzulayıram və bildirirəm ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidməti həmişə sizinlə əməkdaşlığa hazırdır. Uğurlar, çox sağ olun. Sayısı bellidir. Ama bazı insanların... Söz verilir məşhur həkim Paşa Qəlbinura. Daha fazladır, bazılarına hiç yoktur. İşte çiğlenme de oraya, işte mesela kök olan hisselerinizde başka bir... Mən təkrar eləmək istəmirəm burada deyilən çox qiymətli sözləri ki, onun birincisi odur ki, bu çox lazımlı bir televiziyadır. Bizim məkanımızda, Azərbaycanımızda bu qeyri şərtsizdir. Bu doğrudan da belədir. Biz çoxdan gözləyirik bugünkü günü. Kim ki bunda zəhməti keçibdir, onların hamısını mən təbrik eləyirəm. Mən bu televiziya və bu televiziyanın gənc yaradıcı
çox istedadlı deməli heyətinə bir-iki arzum var. Bir arzum var ki, bu dünyanın bu türlü televiziyalarının ən yaxşı ənənələrindən, kəşflərindən, uğurlarından bəhrələnsinlər və çox-çox bütün bu Azərbaycanımızdan çox-çox uzaqlarda indi Azərbaycanımızın virtual sərhədləri dünyanın bütün ən ucqar nöqtələrinə gedib çıxır, məşhur olsunlar, tanınsınlar. İkincisi odur ki, bu televiziyada Azərbaycan televiziyasının bu sağlamlıq verilişlərində olan və haradasa düzgün olmayan bir məqam var, o məqam olmasın. O məqam da odur ki, gənc adamlar, xəstələr o sağlamlıq verilişlərinin əksəriyyətinə baxanda onlara elə gəlir ki, Azərbaycanda nə əvvəllər həkimlər olub, nə indi həkim var, nə də gələcəkdə olacaqdır. Bu belə deyil. Yəni Azərbaycan səhiyyəsinin, təbabətinin çox böyük ənənələri var. O ənənələr böyükdür. Hətta müəyyən sahələrində o dünya çapında tanınmış görkəmli mütəxəssisləri olub və var indi. Orada deməli baxanda gənc adamlar və xəstələr baxanda onlarda belə bir fikir təlqin olunsun ki, Azərbaycan təbibləri bugünkü günlə ayaqlaşırlar. Bax, bu iki şeyi arzu eləmək istəyərdim. Təbrik edirəm. TV-tibin verilişlərinin bir çoxu Azərbaycanın yeni klinikalarından olan Ankara Medikal Centrin bazasından istifadə etməklə bu xəstəxananın əməkdaşlarının iştirakı ilə hazırlanıb. Beləliklə, çıxış üçün sözü veririk həmin klinikanın baş həkimi Zülfüqar Yusifova. Çox təşəkkür edirəm. Axşamınız xeyir olsun, hörmətli kollegalar, hörmətli mətbuat əhli. Bugün doğrudan da gözəl bir gün müşahidiyiz. Çünki həm Azərbaycan tibb tarixində, həm mətbuat tarixində yeni bir səhifə açılır. Çünki tibbi televiziya məhz ilk dəfədir və burada tibblə mətbuat birləşir. Çox sevindim ki, bu televiziyanın təsisi bizim köhnə dostlardan Rüstəm müəllimdir. Rüstəm müəllimdən hələ biz əvvəllər tibbi kontekstdə radyo direktoru olan vaxtdan əməkdaşlıq edirdik. Daha çox sevindim ki, bu televiziyanın direktoru həkimdir. Çünki bu tipli müəssisələrin, bu tipli təşkilatların məhz profesionallar tərəfindən yürüdülməsi olduqca vacibdir. Bugün Azərbaycan tibbində özəl sektor barədə deyildi. Özəl sektor özünün bir diferensiyasiya dövrünü yaşayır. Niyə diferensiyasiya deyirəm? Artıq sayısız, hesablı və nizamsız şəkildə belə deyək, klinikaların açılması gətirib ona çıxartdı ki, klinikalar arasında ciddi bir rəqabət çıxıb ortaya və bu da artıq bəlli profillərdə klinikaların açılmasını hardasa diktə eləyir və bu baxımdan da televiziyanın bir yol verici istiqamət tutacağı, göstərəcəyi hər halda düşünürük ki, maraqlı olardı. Televiziyanın hansı istiqamətlərdə daha çox çalışmasını biz istərdik. Əvvəla profilaktika qeyd olunur ki, hər zaman ən yaxşı müalicə xəstələnməməkdir. İnsanların profilaktik olaraq maariflənməsi çox vacibdir. İkincisi, bu günləri müalicə prosesi xroniki xəstəliklərdə, xüsusən dünyanın hər yerində həyat keyfiyyəti üzərində, müxtəlif indekslər üzərində qurulur. Çünki alınan effektlərin xəstə ilə birlikdə dəyərləndirilməsi olduqca vacibdir və bu dəyərləndirilmənin aparılması üçün də pasiyentin müəyyən bilgilərə sahib olması gərəkdir. Məhz burada da tibbi televiziyanın önəmli bir rol daşıyacağını güman edirəm. Əslində, indiyə qədər talih elə gətirir ki, mən bir 13 ilə yaxındır ki, ayrı-ayrı özəl klinikada baş həkimliyi eləmişəm və özəl klinikaların baş həkimi olmaq həm də bir şəkildə bir qədər təbliğatla məşğul olmağa bizi məcbur edib. Çünki klinikaları təbliğ eləmək lazımdır. Və bu dövrdə də çox saylı televiziya, radio, mətbuatın digər yazılı hissəsi ilə əməkdaşlıq eləmişik. Doğrudan da gözəl mütəxəssislər bu sahədə var. Yaxşı qəzetlər çıxır bu istiqamətdə. Çox yaxşı jurnallarımız var. Ayrı-ayrı radio verilişləri var, televiziya verilişləri var. Ancaq qeyd olundu, bu günləri hər şeyin avtomatlaşdırıldığı dövrdə bunları izləməyə bəzən insanlar vaxt tapa bilmirlər. Pult əlindədir, bir insan keçirir başqa bir tərəfə, ona bir
maraqlı olan bir məsləhəti, verilişi və s. qaçırmış olur. Ancaq artıq tip televiziyası, spesifik belə bir kanalın yaranması hər bir vətəndaşa, hər bir pasiyentə imkan verir ki, istədiyi sahə haqqında, istədiyi anda yetərli informasiyanı sadəcə bir düyməyə basaraq əldə etsin. Biraz əvvəl qeyd olundu, doğrudan da bu kanalın əməkdaşları ilə ünsiyyətdə olmaq xoşbəxtliyi bizə də nəsib olubdur. Çox xoş bir kollektiv var, çox gözəl, yaradıcı bir kollektiv var bu kanalın. Mən ümid eləyirəm ki, bu kanal Azərbaycan həm tip, həm mətbuat tarixində özünə məxsus bir iz qoyacaqdır. Mən bu kanala profesionallıq arzulayıram. Arzu edirəm ki, tipdə olan yenilikləri, mütəxəssislərin əldə etdikləri uğurları davamlı şəkildə pasiyentlərlə bölüşə bilsinlər. Biraz əvvəl Paşa müəllim gözəl bir söz qeyd elədi. Çox arzu edərdim ki, bu kanal, bunu xüsusi vurğulamaq istəyərdim. Azərbaycan həkiminə, Azərbaycan vətəndaşının inamının formalaşmasında rol oynasın. Arzu edirəm ki, həmişə sağlamlıq haqqında sağlam xəbər verəsiniz. Bir daha təbrik edirəm. Bəli, əziz qonaqlarımız, təqdimat mərasiminin əvvəlində söylədiyim kimi TVT baz saytı artıq bir müddət ki fəaliyyətdədir və kanalın işi ilə yanaşı saytın da çox böyük inkişaf planları var. Görülmüş və hələ görüləcək işlər barədə danışmaq üçün sözü TVT televiziyasının direktoru Hüseyin İsmail Bəyliyə verirəm. Salam, hörmətli qonaqlar, hörmətli kollegalar. Və mən burada kollega deyəndə həm həkimləri nəzərdə tuturam, həm jurnalistləri nəzərdə tuturam. Çünki özüm həm həkiməm, sonradan jurnalistəm. Və belə bir xoşbəxtlik nəsib olub ki, jurnalistika keçdikdən sonra bu diplom yenə mənim karıma gəlib və indi artıq tip televiziyası direktoruyam və sizi burada görməyə çox şadam. 3 ay yaxındır ki, bizim sayt qurulub, fəaliyyətdədir. Düz, indi saytların sayı çoxdur. Yəni, ola bilsiniz, xəbəriniz yoxdur ki, belə bir sayt var, indi bilirsiniz. Bu saytda hələ ki biz ancaq çəkilməyə macal tapdığımız 30-dan bir qədər artıq verilişi yerləşdirmişik öz rubrikaları altında və sayta girib hər bir rubrikaya daxil olaraq offline rejimində bütün verilişlərimizi izləyə bilərsiniz. Sabah biri günü isə biz online rejimdə yayıma başlayırıq və orada saytda artıq siz həm offline, həm online rejimdə verilişləri izləyəcəksiniz. Bu verilişlər full HD keyfiyyəti ilə lentə alınır. Lentə alınır deyəndə ki, lent yoxdur, karta alınır. Gördüyünüz bu kameralarda. Və sizə bizim peşəkar mütəxəssislər tərəfindən hazırlanaraq təqdim olunur. Özünüz də gördüyünüz kimi bizim televiziya digər bizim bəlkə efir kanallarında gördüyünüz sağlamlıq verilişlərindən biraz çox fərqlənir. Yəni, kadrları görürsünüz, yəni bu kadrları biz Azərbaycanda başqa heç bir yerdə siz görə bilməzsiniz və ümid edirəm ki, bizdən başqa heç bir yerdə görməyəcəksiniz. Yəni, bizim verilişlərimizin 90%-i öz tərəfimizdən çəkilmiş, yəni öz istehsalımız olan, bizim telekanalın istehsalı olan verilişlərdir. Yəni, verilişlərdən əlavə bizim saytımız həm də bir böyük bir təbabət portalı kimi fəaliyyət göstərəcək. Burada bütün tibbi problemlərin ekspertlər tərəfindən, adi əhali tərəfindən müzakirə olunacağı forum, sonra müəyyən ekspertlərin cavab verməsi şərti ilə onlayn məsləhətlər yürüşəsi olacaq ki, orada istənilən Azərbaycan sakini və yaxud da Azərbaycan hüdudlarından kənarda dünyanın internet olan hər bir nöqtəsində bu sayta baxmaq mümkündür. Dünyanın hər hansı bir nöqtəsindən verilən tibbi suala biz çalışacağıq ki, həmin sahənin eksperti tərəfindən bizim portalımızda, bizim saytımızda cavab verilsin. Sonra bizdə sırf, yəni ki, ola bilər kimisə interneti zəifdir, evdə baxmaq istəyir, amma baxa bilmir, video açılmır. Bizdə mətn xarakterli xəbərlər də var, mətn xarakterli orada xəbərlərimiz də olacaq, bu verilişlərin kontentinə daxil olan problemlər orada tekst formasında da asılacaq və yəni, videoya baxmaq istəyən, videoya baxmağa vaxtı olmayan, mətn oxumaq istəyən adam problem deyil, xəbərləri mətn formasında da oxuya biləcək. Yəni, bizim planlarımız genişdir, çox genişdir və bu yaxınlarda artıq siz özünüz də görürsünüz, sabah birisini onlayn rejimə keçirik,
ola bilsin bir-iki həftədən sonra portalımızın digər sahələri, sektorları, bölmələri fəaliyyətə başlayacaq və siz gözünüzün qarşısında tvtib.az Azərbaycanın ən böyük tibbi portalına və gördüyünüz kimi tibbi televiziyasına çevriləcək. Mən yenə də sizi salamlayıram. Çox sağ olun gəldiyinizə görə və ümid edirəm ki, biz bundan sonra sizlə çox sıx əməkdaşlıq eləyəcəyik. Bizim kontaktları tapmaq o qədər problem deyil. İnternetdə tvtib.az saytına daxil olaraq orada bizim bütün telefon nömrələrimiz də var, e-mail adresimiz də var və sizin bütün suallarınıza, sizin bütün tədbirlərinizə, hər hansı bir maraqlı bir hadisə baş verir klinikanızda, istəyirsiniz bu qalsın tarixdə, bunu görsünlər, bunu çəksinlər. Bizə bir telefon açmanız kifayətdir ki, bizim çəkiliş qrupumuz sizin yanınızda olsun. Və mən belə sıx əməkdaşlıq eləmək istəyirəm bütün Azərbaycan tibbi camiyyəsi ilə. Bu qədər, yəni çox sağ olun gəldiyinizə görə minnətdaram və yeni görüşlərə qədər. Sağ olun. Bəli, əziz və hörmətli qonaqlarımız, bizim bugünə sizə demək istədiklərimiz bu qədər. Sabahdan etibarən TVTIP kanalının yayımını onlayn və offlayn rejimində internetdən izləyə bilərsiniz. İndi isə hamınızı xoş musiqi sədaları altında foşetə dəvət edirik. Gəldiyiniz üçün bir daha təşəkkür edirik. Like a lazy ocean sucks the shore, sway me smooth, sway me more. Like a flower belching in the breeze, stay with me, pray with me. Like a lazy ocean sucks the shore, sway me smooth, sway me more. All the dancers may be on the floor, they by miles we see only you. Only you got that magic. When we sway out for weak, I go so weak. I can hear us all violin long before it begins. Really, that's only you know how. Sway me smooth, sway me now. Sway me, make me, please me. Oh, me.